Əli əleyhissalam buyurur ki, ərəblərin içində bir nəfər qadına əl qaldırsaydı, neçə nəsil sonra qınayırdılar ki, sən danışma, sənin babon qadına əl qaldırır. Dərhal sual yaranır ki, bəs niyə bunlar Həzrəti Zeynəbə qarşı belə amansızlıq elədilər, Həzrəti Zəhraya qarşı? Bu suallarda bunları cavablandırmaq lazımdır, maraqlı məsələlərdir. Bunların içində nəcabət var idi. Peyğəmbərin də çətinliyi bilirsiniz nədə idi? Nəcabətli adamlarla qarşı-qarşıya dayanmaq ki, əxlaqı, dəyərləri əllərində bəhanə eləyib səndən vuruşurlar, o çətindir. Yoxsa bir dəstə alçağın içində dəyər təbliğ eləmək bir mənada götürəndə asandır. Hamı xarab olsa, yaxşı söz tez cəlb eləyər. Amma sən danışırsan, deyib, öyle bizdə də var. Yadınızda da mən demişdim, Yaponiyadan bir nəfər gəlib mənlə danışırdı, ruhanidir. Yaponda İslam dinini qəbul edib və Cəfəri əqidəsindədir. Deyirdi ki, bizdə din təbliğ eləmək çətindir. Çünki məsələn, deyəndə ki, qeybət eləmə, onlar gülücü adam da adamın qeybətini eləyər. Deyəndə ki, ata-anaya yaxşılıq elə, deyirlər, ata-anaya elə yaxşılıq eləmək lazımdır, bunu din olmasa da. Deyəndə ki, oğurluq eləmə, onlar dəli olur. Çünki necə adamın malını qarət eləyər, oğurluq eləyər. İndi burada dindən danış. Bir yerdə ki, müəyyən əxlaqi dəyərlər var və sən danışırsan, onlar da deyir ki, bu elə bizdə də var, bu işi çətinləşdirir. Ərəb cəmiyyətində bu var idi. Hünər bundadır ki, çətinliyi Peyğəmbərin bu idi ki, əxlaqa söykənən, mənəvi prinsiplərə söykənən adamlar çıxdı Peyğəmbərin qarşısına. Bunda idi Peyğəmbərin çətinliyi. Durdular. Bunlar keçmişdə olan övliyalara dəyər verirdilər, İbrahim məqamını əziz tuturdular. Bunlar Səfa Mərvə arasında səy edirdilər. Quran gəldi, dedi ki, o ənənəni davam eləyin. Həcc ayinləri əvvəl var idi onların içində. Quran da gəldi, təsdiq elədi. Düz çətinliyi nədədir? Ancaq büt olsa çətin olmaz. Kəbə yanında büt çətinləşir məsələn. Allah yanında büt çətinləşir məsələn. Haqla qarışanda, yaxşı pisə qarışanda çətinləşir. Kəbənin içində büt var idi. Kəbə dəyərli olmasaydı onların içində, Əbrəhə qoşun yığıb Kəbəni niyə dağıtmağa gəlirdi? Kəbəyə etiqadları var idi. Mütləq batillə qarşı-qarşıya dayanmamışlar. Əlinin işi niyə çətin idi? Əbu Musa Əşəri cəmaat içində əxlaq təcəssümü idi. Zahid nümunəsi idi. Mənəviyyatda adam kimi tanınırdı. Əbu Musa Əşərin Həzrət Əli dedi ki, sən uzaqlaş, çıx get. Axırda xavariz getdi, onu tapdı, gətirdi. O da bilirsiniz, gözəl bir dəyərli sözlə Əli əleyhissalamın belini sındırdı. Hansı sözlə? Dedi, mən ümumiyyətlə müharibənin əleyhinəyəm. Mən sülh tərəfdarıyam. Sülh olsun, barış olsun. Nə gözəl sözlərdir. Haqqın evini gözəl sözlərlə yıxırlar bəzən. Və Peyğəmbərin işinin çətinliyi buydu. Biz elə bilirik, Əbu Cəhillər, Əbu Süfyanlar, kimlər, hamısı elə, necə deyim, hər belə buynuzlu bir şeytan sifətində olan, bütün mənfiliklərin təcəssümü olan adamlardır. Xeyr, onlar əxlaqi dəyərlər, prinsiplərə söykənib Peyğəmbərlə vuruşurdular. Yadda saxlayın ki, mütləq batil heç və haqqın qabağında dayana bilməz. Batil haqqa istinad edib haqla vuruşub tarix boyu. Bu sözlərin hamısının təfsirə, izaha ehtiyacı var ki, mən vaxtınızı çox almaq istəmirəm.